8-ci il dönümü Uzaq Amerikada, New Yorkda böyük coşku ilə qeyd olunur. Hazırda New Yorkun ən məşhur küçələrindən birində, simvolik məkanlarından biri hesab olunan Wall Streetindəyik və bugün burada üç rəngli ay ulduzlu, göz oxşayan Azərbaycan bayrağı New York səmalarına qaldırıldı. Bugündən etibarən 10 gün ərzində bayrağımız məhz Amerika bayrağı ilə bərabər New Yorku bəzəyəcək. Mən Nigar Şıxsəfiyeva, Amerika Birləşmiş Ştatlarının Kolorado ştatında Azərbaycan Diaspor Təşkilatının təsisçisi və rəhbəri olaraq bugün burada bayraq ucaldılma mərasimində iştirak etməkdən çox məmnunam. Ələxüsus fəxarət hissi ilə insanı bürüyən məqamlardan biri odur ki, Amerikanın döyünən ürəyi New Yorkda, New Yorkun döyünən ürəyi ən mərkəzi küçələrin birində bizim bayrağımız ucalır və elə belə ucalmır. 5 illiyimizdə, bizim zəfərimizin ilk yubileyində. Bu da onun bariz nümunəsidir ki, zəfərimiz təkcə bizim üçün yox, bütün dünya üçün və dünyanın mərkəzi sayılan Amerika üçün qələbədir, fəxarətdir, qürurdur və çox böyük bir nümunədir. Əziz həmvətənlərim, Azərbaycanın dostları, Azərbaycanlılar, Azərbaycanı sevənlər, bir dünya sevinçlə, bir dünya qürurla, qürurun zirvəsilə bugün Zəfər gününü qeyd edirik. Zəfər gününün yubileyini qeyd edirik. Sizinlə birgə, sizlərlə. Çünki bütün bunlarda sizlərin də zəhməti var. Rəşid Əzimov, Chicagodan gəlmişəm. Bugünkü bu əlamətlər gündə New Yorkda bizim bayraq qaldırma zəfər günü münasibəti ilə yığışmışıq. Çox sevincliyik. Bugün artıq 5 ildir ki, biz zəfər bayramını qeyd edirik New Yorkda və bugün bayraq qaldıranda himnimiz səsləndi. Bütün New Yorkda ətrafda hamı eşitdi bunu və get-gedə də hər ildə bu zəfər bayramı keçirmək üçün biz bura yığışacağıq. Belə sözüm çatmır, sözün düzü. O qədər emosiya keçirirəm ki, yadıma düşür, bütün sözün düzü, bütün həyatım gözümün qabağından keçdi. Bu bizim bayraq qalxınca o bir neçə saniyənin ərzində yadıma düşdü. O cavanlığım, o 90-cı illərin əvvəli nədən keçdi, nə qədər belə də çətin bizim üçün, moralni çətin illərdən və sonra o 20-ci ildə bugünkü gün yadıma düşdü. Mən Pensilvaniyadaydım və eşidəndə ki, qələbəni elan elədilər. İnanın ki, tək evdə olaraq o qədər oynamışam və gözümdən yaş axaraq. Və bugün də burada olmaq, 5 illiyini, qələbənin 5 illiyini qeyd eləmək mənə biraz sürreal gəlir. Çünki bir yandan baxıram ki, Manhattandayam. Bir yandan da biz burada öz bayrağımızı qaldırırıq, musiqimizi eşidirik. Ona görə çox gözəl hisslər keçirirəm. Mənim adım Zaur Qurbanəliyev. Mən hal-hazırda da ki, Azərbaycan Memarlar İttifaqının üzvlüyəm. Neçə illər və bu son zamanda 5 il mən Amerikada yaşayıram. Ailə ilə 2 oğlumla. Və bu tədbirə görə mən ancaq şanlı bir hisslər keçirirəm. Çünki bu bizə lazımdır, bu bizim diaspora üçün, bu bizim
cəmiyyət üçün belə şeylər lazımdır və biz əlimizdən gələn eləyəcəyik və dəstək eləyəcəyik bunu. Ancaq fəxr və hər zamanda böyük bir hisslər var bizim şəhidlərimizə görə. Yəni bu bayraq buradadırsa, bu qələbə bizdədirsə, bizim şəhidlərimizə görə. Allah onları rəhmət eləsin və bizim şanlı vətən çiçəklənsin həmişə. Mən Zəminə Mirhədiyeva, Azərbaycan New York Assosiasiyasının vitse-prezidenti. Bu bayramı təşkil etmək üçün Bakıdan gəlmişəm. Artıq müharibə başlananda mən Bakıya getdim və əsas fəaliyyətimi Bakıda davam etdirirəm. Buna baxmayaraq hər il New York'a gəlir və burada Azərbaycanın bayrağını, Azərbaycanın müqəddəs bayrağını qaldırıram və bunu özümün müqəddəs borcum hesab edirəm. Çünki bir dəfə yüksələn bayraq bir daha enməz və heç vaxt enməyəcək. Hər ildə biz bunu qaldıracağıq. Yaşasın Azərbaycan, Qarabağ Azərbaycandır. Mən Samir Novruzov, Amerika-Azərbaycan İnteqrasiya Mərkəzinin rəhbəri və həmçinin Amerika-Azərbaycanlılar Təşkilatları Alyansının vitse-prezidenti. Mən çox fəxr duyuram ki, bugünkü Zəfər bayramında New York'un mərkəzi Manhattan'da bayraq qaldırma mərasimində iştirak edirəm və gördüyünüz kimi nə qədər millətlər yığışıblar bura və onlar da çox maraq göstərirlər bu bayramla əlaqədar. Yəni ki, suallar verirlər, nə bayramdır, nə Zəfər bayramıdır, biz də onlara açıqlama veririk. Mən fəxr duyuram ki, mən Azərbaycanlıyam, fəxr duyuram ki, bizim belə qəhrəman xalqımız var və bir daha xalqımıza və Baş komandan İlham Əliyevə öz dərin minnətdarlığımı bildirirəm. Bugün 8 noyabr tarixində New York şəhərində, tam mərkəzində Manhattan'da Azərbaycanın əzəmətli bayrağı dalğalanır. Bunu təşkil edən komandaya, Azərbaycan New York Assosiasiyasına təşəkkür edirik və Diaspora Komitəsi ilə bərabər bu işi yerinə yetirdilər. Biz də, mən Nurlan Şükürlü, Şimali Kaliforniya Mədəniyyət Cəmiyyətinin prezidenti və təmsilçisi olaraq burada olmaqdan fəxr edirəm. Bugünü soydaşlarımızla, müxtəlif ştatlardan gələn soydaşlarımızla birgə keçirməyin qürurunu yaşayırıq. Ordumuz var olsun, daha güclü olsun ki, hər zaman belə böyük zəfərləri qeyd edək.